noyabrın 30-u saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qara Heybət aviasiya poligonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə qəza nəticəsində 14 hərbçi həlak olub. Polkovnik Cavadov Füzuli Əli İbramoğlu, Polkovnik Leytenant Nəzirov Emil Nəziroğlu, Mayor Həsənov Elmir Mircəliloğlu, Mayor Əhmədov Elbrus Səmrəddinoğlu, Mayor Mayılov Emil Şahidoğlu, Mayor Məmmədov Murad Yaşaroğlu, Mayor Əliyev Emil Elmanoğlu, Tibb Xidməti Kapitanı Əhmədxanov Ceyhun Xanlaroğlu, Kapitan Bayramlı Cavid Əhlimanoğlu, Kapitan Əliyev Xəyyam Əlxanoğlu, Kapitan Qaraysayev Teymur Ənvəroğlu, Leytenant Süleymanov Abdullah Telmanoğlu, Baş Leytenant Nağıyev Fərid Təyyyaroğlu, İşçi Nəbiyev Elçin Fikrətoğlu. Hadisə zamanı Polkovnik Leytenant Cəfərov Emil Məmmədoğlu və Kapitan Ədilov Ramin Ramizoğlu yaralanmışdır.